Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Namazov Riyaziyyat Qiymətləndirmə kitabının ikinci hissəsindəki tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 73-dəyik. Bugünkü mövzumuz zaman. Test 17-dən başlayırıq. 1-ə baxırıq. 15:42-dən 2 saat 55 dəqiqə əvvəl saat neçə idi? Deməli, 15:42-dən əvvəli soruşursa çıxmalıyıq. Saatı necə çıxırıq, necə toplayırıq? Gəlin təkrarlayaq. Deməli 2 saat 55 çıxmalıyıqsa 2 saatı saatın altından, yəni 15-in altından yazırıq. Dəqiqəni də dəqiqənin altından, 55-i də 42-nin altından çıxmalıyıq. 42-dən 55 çıxmaq olmur. Yəni dəqiqədən dəqiqəni çıxmalıyıq. Amma 42-dən 55 çıxmaq olmur. Nə edirik? Buradan 1 saat veririk. 1 onluq yox. Bəzən uşaqlar 1 onluq verirlər. Xeyr. 1 saat veririk. 1 saat da bilirik ki 60 dəqiqədir. Bunun üzərinə 60 əlavə eləsək, 42-nin üzərinə 60 əlavə eləsək, 102 olur. Bura olur 102. Biz 102-dən 55 çıxacaq. 12-dən 5, 7, 9-dan 5, 4, 47. Buradan 1 saat vermişik, qalıb 14. 14-dən də 2 çıxırıq, 12. 12, 47 edir. Cavab B variantı. 2-də deyir, saat 21:00-da başlayan futbol yarışı 90 dəqiqə davam etdi. Yarış nə vaxt qurtardı? Burada isə davam etmə vaxtını üzərinə gələcək. 21:00-ın üzərinə gəlirik 96 dəqiqə. 96 dəqiqə 1 saatdan çoxdur. Çünki bilirik 1 saat 60 dəqiqədir. 96-dan 1 saata çıxsaq, yəni 60-a çıxsaq qalar 36. Deməli 96 dəqiqə 1 saat 36 dəqiqə deməkdir. Ona görə bunu bu şəkildə yazarıq. 1:36 və toplayarıq. Yenə dəqiqələri toplayırıq. 0-dan 36, 36 edir. 21-dən də 1, 22, 36 da deməli qutardı. 3-ə baxırıq. Valeh təyyarə modelini hazırlamaq üçün 3 gün işlədi və cəmi 9 saat 40 dəqiqə vaxt sərf etdi. Birinci və ikinci gün o 5 saat 55 dəqiqə, birinci və üçüncü gün isə 6 saat 20 dəqiqə işlədi. Valeh ikinci və üçüncü gün nə qədər işlədi? Deməli, bizə 3 gün birlikdə nə qədərdir onu verib. Sonra birinci, ikinci günü birlikdə veribdir. Deməli, biz 3-cü günün cəmindən, yəni 3 günün cəmindən, birinci və ikinci günün cəmini çıxsaq, biz 3-cü günü tapacaq. Çıxaq 9:40-dan, 9 saat 40 dəqiqə, 9:40 yazırıq. 5 saat 55 dəqiqəni çıxırıq. 5:55-i. Yenə çıxarkən 40-dan 55 çıxmaq olmur deyə bundan bura 1 saat, yəni 60 dəqiqə veririk. 40-ın üstünə 60 gəndə 100 edir, 100-dən 55 çıxırıq. Bölür 45. 1 saat vermişdik, 8 qalıb. 8-dən də 5 çıxırıq, 3. Deməli, bu 3-cü gün işlədiyi vaxtdır. Sonra bizə ikinci gün də lazımdır. İkinci günü necə tapacaq? Bizdə birinci və üçüncü gün ikisi birlikdə nə qədər işləyib, yəni bu 2 gündə birlikdə nə qədər işləyib, onu da veribdir. Bu dəfə isə 3 günün cəmindən, birinci və üçüncü günün cəmini çıxsaq, yerdə qalacaq ikinci gün işlədiyi vaxt. Deməli, indi də 9:40-dan çıxırıq 6:20-ni. 40-dan 20 çıxırıq 20, 9-dan 6 çıxırıq 3. 3 saat 20. Bu da oldu ikinci gün. Bu üçüncü gün, bu da ikinci gün. İndi bizdən ikinci və üçüncü gün soruşur birlikdə nə qədərdir? Deməli, 3:45 üçüncü gündür. Üstə gəl 3:20-də ikinci gündür. Toplasaq 45 ilə 20 65 eləyir. 3-dən 3 6 eləyir. 65 dəqiqə artıq buradan 1 saat yaranır. 60-ı keçib deyə. Bunun 1 saatını veririk. 6-nın üzərinə olur 7 saat. 65-dən 60-ı verdik, qaldı 5 dəqiqə. 7 saat 5 dəqiqə. D variantı. 4-ə baxırıq. Sürücü hər gün nahara qədər fasiləsiz 5 saat 20 dəqiqə işləyir. Sürücü 6 günə neçə saat işləyir? Vuracaq bunu, yəni bir gündə 5 saat 20-dirsə, 6 günü soruşsa 6-ya vururuq. Vura bilmək üçün dəqiqəyə çevirərik. 5 saat 20 dəqiqə. 5-i 20-yə, 5-i 60-a vurarıq 300, üstünə 20-ni gələrik 320. Yəni 5 saat 20 dəqiqə 320 dəqiqədir. Bunu 6-ya vururuq. 12 bir yadda, 18 bir yadda 19. 1920 eləyir. Bunu təzədən 60-a bölsək, yəni yenə 6-ya bölmüş olacaq ki, onda da 32 alınacaq. Cavab B variantı.
Yəni dəqiqədir deyə bunu saata çevirmək üçün 60-a bölürük. Yəni burada 6-ya vurmuşduqsa 6-ya da böləndə bu cavab alınacaq. 5-ə baxırıq. Sahədə işləyən traktorçu işə saat 6:30-da başlayıb 20:15-də qurtardı. O istirahətə 1 saat 45 dəqiqə vaxt sərf etmişsə, neçə saat işləmişdi? Deməli, bitirdiyi vaxtdan başladığı vaxtı çıxırıq 20:15-dən, çıxırıq 6:30-u. 15-dən 30 çıxmaq olmur. 20-dən 1 saat bura veririk. 60 dəqiqə. Bulur 75. 75-dən 30 çıxanda 45 eləyir. Burada 19 qalıb. 19-dan da 6 çıxanda 13 eləyir. 13 saat 45 dəqiqə vaxt gedibdir və bunun da 1 saat 45 dəqiqəsini istirahətə sərf etdiyinə görə istirahətə sərf etdiyi vaxtı da çıxırıq. Görək neçə saat işləyibdir. Dəqiqələri çıxsaq 0 qalır. 13-dən də 1 çıxsaq 12 qalır. Deməli 12 saat işləyib. C variantı. 6-ya baxırıq. İndi iyunun 30-u axşam saat 8-ə 10 dəqiqə qalıbsa, 6 saat 20 dəqiqə sonra ayın neçəsi və saat neçə olacaq? Bir axşam saat 8-ə 10 dəqiqə qalıb. Axşam deyir, yəni ona görə biz səhər desəydik yazacaqdıq 7:50. Axşam dediyinə görə 7-nin üstünə 12 gəlirik. 19:50-dən söhbət gedir. Saat 19:50-dir. 50 hardan tapdıq 50-ni? Qalırsa, dəqiqə qalırsa, neçə dəqiqə qalırsa 60-dan çıxırıq həmin vaxt. 60-dan 10 çıxanda 50. Yəni 7 saat 7-dən 50 dəqiqə keçibdir. Artıq 8-ə qalır 10 dəqiqə. Və bundan 6 saat 20 dəqiqə sonranı soruşursa, üstə gəlirik. 50-nin üstünə 20, 70. 19-un üstünə 6, 25. Burada yeni saat yarandı. Yəni 60'a keçdisə, bu saatı veririk. Saatın üstünə 26, 70'dən 60'ın çıxdıqsa, qaldı 10. 26, 10. Amma biz bilirik ki, bir gün 24 saatdan ibarətdir. Bu artıq 26'dır. Deməli, bir gün bitib, artıq ikinci gündür. Və 26'dan da 24 çıxırıq. Yeni gündə saat neçədir? 02, 10'dur. Saat 2:10'dur və iyunun 30'uydusa, iyunun 30'undan sonra ay bitir, iyul ayı başlayır. Deməli, iyulun 1-idir və saat 2:10'dur. C variantı. 7-yə baxaq. 14:30-da qurulan saat hər gün 2 dəqiqə qabağa gedir. 3 həftə sonra 14:30 əvəzinə neçəni göstərəcək? 3 həftədə neçə gün var onu tapırıq. Bir həftədə 7 gündürsə 3'ü 7'yə vururuq. 21 gün sonranı soruşur bizdən. Və hər gün 2 dəqiqə qabağa gedirsə 21'i 2'yə vurub tapırıq ki, nə qədər qabağa gedəcək? 42 dəqiqə qabağa gedəcək. Yəni 14:30-dan 42 dəqiqə qabaq olacaq. Üstünə gəlirik. 72, 14, 72. Burada artıq yeni saat yarandı. 72'dən 60'ın veririk bura. 1 saatın veririk 15. 72'dən 60 çıxanda 12 qalır. 15, 12 olacaq saat. D variantı. 8'ə baxırıq. 6'da 1 saat 23 dəqiqə. Üstə gəl nə qədər? Eləyir 12 saat. 12'də 7 saat 18 dəqiqə. Bərabərliyin doğru olması üçün boş xanada hansı ədəd yazılmalıdır? Deməli, burada məchul toplananın yerindədir. Ona görə cəmdən digər toplanan çıxacaq. Əvvəlcə bunların hər birini dəqiqəyə çevirək. 12'də 7 saat neçə dəqiqədir? Tapmaq üçün 1 saat 60'dırsa, 60'ın 12'də 7'sini tapırıq. 60'ı 12'yə böləndə 5 eləyir. 5'i 7'yə vuranda 35 eləyir. Üstə də 18 gəlirik. Bu da eləyir 53. İndi bunu tapaq. 60'ın 6'ya bölürük. Üzərinə də 23 gəlirik. Böləndə 10, üzərinə 23 gələndə 33. İndi 53'dən də 33'ü çıxıb tapırıq ki, boş xanada 20 dəqiqə olmalıdır. 9'a baxırıq. Ata saat 7:40-da evdən çıxıb zavoda getdi. O 8 saat işlədi. Ata evdən zavoda getməyə və geri qayıtmağa 50 dəqiqə vaxt sərf etmişsə, o nə vaxt evə qayıdar? Deməli, atanın evdən çıxdığı vaxtın üzərinə gəlirik. İşlədiyi vaxtı və yolda sərf etdiyi vaxtı. Bu ikisi birlikdə 8 saat 50 dəqiqə eləyir. Ona görə elə 8:50 gələrik. 40-dan 50, 90. 7-dən 8, 16. 16, 90. 90 artıq 60'ı keçib deyə.
Buradan 60'ın veririk 16'nın üstünə. Yəni 1 saat veririk olur 17. 90'dan 60'ın verdiysə qaldı 30. Deməli 17:30-da evə qayıdar. Ona baxırıq. Bakı ilə Qrinviç arasında 4 saat, Qrinviç ilə Mexiko arasında 6 saat fərq var. İndi Bakıda saat 17:00 olarsa, Mexikoda saat neçə olar? Əvvəlcə Qrinviçdə saat neçə olar? Onu tapaq. Bakıda 17-dirsə və Qrinviçlə arasında 4 saatdırsa, üzərinə 4 gəlirik. Tapırıq ki, 21:00-dır. İndi Mexikonu tapa bilərik. Qrinviçlə də Mexiko arasında 6 saat varsa, bunun da üzərinə 6 gəlirik. Amma deməyib ki, yəni 6 saat irəlidir, geridir. Bunu desəydi daha düzgün olardı. Deməli, burada da eləyir 27:00. 27:00 artıq yeni gün yaranıb. 27-dən 24-ü çıxırıq. 3 saat deməli gecə saat 3 olar. Keçirik səhifə 74-də, test 18-ə. Birdə deyir, 16:37-dən 3 saat 45 dəqiqə sonra saat neçə olar? Sonra deyirsə, neyinirik? Toplayırıq. 16:37-nin üzərinə gəlirik 3 saat 45 dəqiqəni. Dəqiqələri toplayırıq. 7 ilə 5, 12, 7, 82, 16 ilə də 3-ü toplayırıq. 19, 82. 82 artıq burada 60'ı keçib. Bunun 60'ın 1 saat kimi veririk saatın üzərinə 19 idisə 20 olur. 82'dən də 60 çıxanda qalır 22. 20, 22 B variantı. Saat 10:15-də işə başlayan bağban saat 17:45-də işini qutardı. O 6 saat 20 dəqiqə işləmişsə neçə saat dincəlmişdim? Deməli, bitirdiyi vaxtdan başladığı vaxtı çıxaq. 17:45-də bitiribdi. 17:45-dən çıxırıq. Başladığı vaxtı 10:15-i. Deməli, bu eləyir 7:30. Bunun da deyir 6 saat 20 dəqiqəsini işləyib 7 saat 30 dəqiqənin. 7:30-dan da işlədiyi vaxtı çıxırıq 6:20-ni. Qalır orada istirahət elədiyi vaxt. Bu da eləyir 1 saat 10 dəqiqə. C variantı. Fəhlələr 3 gün ərzində 24 saat 42 dəqiqə işlədilər. Onlar birinci gün 8 saat 24 dəqiqə, ikinci gün bundan 18 dəqiqə çox işləmişlərsə, üçüncü gün nə qədər vaxt işləmiş olarlar? Birinci günü veribdi. İkinci gün bundan 18 dəqiqə çoxdursa, üstə gəlirik. 8:24-ün üzərinə gəlirik. 18 dəqiqəni, yəni 0:18 saat yoxdur. Saata 0 yazarıq. 8 olaraq qalır saat. 24 ilə 18-i toplayırıq. Bu eləyir 42. Deməli, ikinci gün 8 saat 42 dəqiqə işləyiblər. İndi birinci gündən ikinci günü birlikdə taparıq ki, 2 gün ərzində nə qədər işləyiblər? 8:24 birinci gündür, 8:42 ikinci gündür. Bunları toplayırıq. Deməli, 6, 6, 16, 16, 66. Burada yenə 1 saat yarandı. 60'ı keçdi. Ona görə 17 olacaq. 66'dan da 6 çıxanda 6. 17:06. Ümumi 3 gün ərzində 24 dəqiqə 42 işləyiblərsə, 24:42-dən də bunu çıxsaq, qalacaq. 3-cü gün nə qədər işləyiblər? O. 42-dən 6 çıxanda 36 eləyir. 24-dən 17 çıxanda 7 eləyir. 7 saat 36 dəqiqədə deməli 3-cü gün işləyib. 4-ə baxaq. Murad həftənin cüt günləri 3 saat 35 dəqiqə riyaziyyatla məşğul olur. Murad bir həftədə riyaziyyata nə qədər vaxt sərf edir? Biz baxaq ki, cüt günlər hansı günlərdir? 2-ci, 4-cü, 6-cı günlər. Deməli, həftədə 3 cüt gün var. Deməli, həftədə 3 gün məşğul olur və 3 saat 35 dəqiqə məşğul olur. Bunu dəqiqəyə çevirib vura bilərik. 1 saatımız 60-dır. 3'ü 60'a vuranda 180 edir. 180'in üstünə 35 gəlsək, 215 eləyir. Deməli, hər dəfə 215 dəqiqə məşğul olur və 3 gün məşğul olursa, bunu 3'ə vururuq. 15 bir yadda, 4, 6, 645 dəqiqə. Bunu da çevirək saata 60'a bölərik. 64'ün içində bir dəfədir. 60 eləyir. Çıxırıq. 45 bölünmür, 0 yazırıq. Deməli, 10 saat eləyir. 45 dəqiqədə qalır. Yəni 45 dəqiqə, 10 saat 45 dəqiqə D variantı. 5'ə baxırıq. Səhər 7:30-da Bakıdan Gəncəyə avtobus
yola düşdü və 14:10-da Gəncəyə çatdı. Avtobus yolda 40 dəqiqə dayanmışsa, neçə saat yolda olmuşdu? Çatdığı vaxtdan çıxacaq. Yola düşdüyü vaxtı 14:10-dan çıxırıq 7:30-u əvvəlcə. Ondan 30 çıxmaq olmur. 1 saat veririk bura. Bu olur 70. 70-dən 30 çıxanda 40 qalır. Buradan 1 saat vermişdik. 13 qalıb. 13-dən də 7 çıxırıq 6. 6 saat 40 dəqiqə yolda olub və bunun deyir 40 dəqiqəsini dayanıbdır. Deməli bundan da 40 dəqiqəni çıxırıq 0:40-ı. Qalır 6 saat. C variantı. 6-ya baxırıq. İndi martın 31-i axşam saat 22:45-dirsə, 7 saat 36 dəqiqə sonra ayın neçəsi və saat neçə olacaq? Sonra deyirsə, üstə gəlirik. 22:45-in üzərinə gəlirik. 7 saat 36 dəqiqənin. 11 bir yadda 7:81 oldu dəqiqəmiz. Bunu da toplayırıq. 22-dən 7-ni 29:81. Buradan 1 saat yarandı. 1 saatın veririk. Olur 30. 81-dən 60 çıxsaq 21 qalır. Burada da yeni gün yarandı. Çünki bir gün 24 saatdır. Ona görə 30-dan 24-ün çıxırıq. 6:21 eləyir saat. Yeni gün keçibdi və 6:21-dir saat. Martın 31-i idisə, ondan sonra, yəni bundan sonra, martdan sonra, martın sonuncu günüdür. Aprel gəlir. Aprelin 1-i olur və 6:21 olur. A variantı. 7-yə baxırıq. 16:30-da qurulan saat hər gün 3 dəqiqə geri qalırsa 2 həftədən sonra saat 16:30 əvəzinə neçə olacaq? 2 həftə soruşursa 2 həftə 14 gündür. Hər gün 3 dəqiqə geri qalır. 14 gündən neçə dəqiqə geri qalır onu tapırıq, vururuq. O edir 42. Deməli 16:30-dan 42 dəqiqə gerini göstərəcək. Geri deyirsə çıxırıq. 30-dan 42 çıxmaq olmur. 1 saat veririk bura. 90-dan 42 çıxanda 48 qalır. 1 saat vermişdiksə burada da 15 qalıb. 15:48 B variantı. 8-ə baxırıq. Bərabərliyin doğru olması üçün boşxanaya hansı ədəd yazılmalıdır? Tapaq görək. Deməli burada 4-də 3 saat. 60-ın 4-də 3-ünü tapırıq. 1 saat 60 dəqiqə olduğuna görə üzərində 27-ni gəlməliyik. 60-ı 4-ə böləndə 15 eləyir. 15-i 3-ə vuranda 45 eləyir. 45-in üstünə 27 gələndə 72 eləyir. İndi bu hissəni hesablayaq. 60 böl 5 vur 2. Üstə gəl 31. 60-ı 5-ə böləndə 12 eləyir. 2-yə vuranda 24 eləyir. 24-ün üstünə 31 gələndə 55 eləyir. Burada dəqiqəmiz çıxılanın yerindədir. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 72-dən 55-i çıxırıq. 12-dən 5 7, 6-dan 5 1, 17 yazılmalıdır. Kənan saat 7:32-də evdən çıxdı və 20 dəqiqədən sonra məktəbə çatdı. O 5 saatdan sonra məktəbdən çıxıb 38 dəqiqədən sonra evə gəldi. Kənan evə nə vaxt çatdı? Deməli 7:32 hamısını toplayacaq. 7:32-dən evdən çıxıbdı. Bunun üzərinə gəlməliyik. 20 dəqiqə yolda olubdu, 5 saat məktəbdə olubdu. Bu oldu 5 saat 20 dəqiqə. 38 dəqiqədə yenə evə gedəndə vaxt sərf eləyib. Bunu da gəlsək üstünə 5:20-nin üstünə 38 gəlsək 5:58. Deməli 7:32-nin üstünə biz gələcəyik 5:58-i. 2-lə 8 11 yadda, 3-lə 5 8, bir də yadda 9 dəqiqəmiz oldu 90. Saatları toplasaq 7-dən 5 12. 12 90, amma burada artıq 60-ı keçib deyə 1 saat yaranıb. 12-nin üstünə 1 saat veririk. 13 90-dan da 60 çıxanda 30. 13 30-da evə çatıb deməli. Ona baxırıq. Avtomobilin təkəri sabit sürətlə 1 dəqiqədə 90 dəqiqə fırlanır. Bu avtomobil eyni sürətlə hərəkət edərsə 20 saniyədə neçə dəfə fırlanar? 1 dəqiqə 60 saniyədir. 60 saniyəyə çevirsək, 60 saniyədə 90 dəfə fırlanırsa 20 saniyə necə taparıq? 60 20-dən neçə dəfə çoxdur? 60-ı 20-yə bölürük, 3 dəfə çoxdur. Yəni 20 60-dan 3 dəfə azdır. Deməli, fırlanma sayı da 3 dəfə az olacaq. 90 dəfə fırlanırdısa, bu dəfə 3 dəfə az olacaq. Olacaq 30. Keçirik səhifə 75-ə. Mövzumuz sürət, test 19.
Bir də deyir, sürəti saatda 110 km olan avtomobil 4 saatda neçə kilometr yol gedər? Çox asandır yolu tapmaq üçün. Sadəcə vururuq. Sürəti zamana vururuq. Bu yadda qalsın. Bu deyir 440 C variantı. Avtobus 85 km/saat sürətlə 510 km yolu neçə saata gedir? Bu dəfə isə zamanı soruşur, saatı soruşur. Saatı soruşanda, sürəti soruşanda bölürük. Bir dənə yolu soruşanda vururuq. Yəni bunları əzbər yadda saxlamaq lazımdır. 510-u bölürük 85-ə. Bu da neçə dəfə düşər ki? 6 dəfə, 6 5-ə 30, 3 yadda, 6 8 48, 3 yadda 51. Bəli, 6 saat B variantı. Sürəti 90 km/saat olan avtobusun 4 saata getdiyi yolu, sürəti 120 km/saat olan avtomobil neçə saata gedər? Əvvəlcə biz tapaq avtobus nə qədər yol gedər? 90 km/saatla 4 saata. Yolu tapmaq üçün dedik ki, vururuq. 94-ə vururuq, bu eləyir 360. Söhbət 360 km yoldan gedir. Və digərinin sürəti 120-dirsə, neçə saata gedər? Yenə zamanı tapmalıyıq bu dəfə. Yolu bölürük onun sürətinə. 360 bölünsün 120. Bu da eləyir 3. D variantı. Velosipedçi 2 saata 22 km yol getdi. Sonra o həmin sürətlə daha 3 saat yol getdi. Velosipedçi cəmi nə qədər yol getdi? Sürətini taparıq. Sürəti də tapmaq üçün dedik ki, bölürük. 2 saata 22-dirsə, 1 saatı tapmaq üçün 22-ni 2-yə bölürük. Bu eləyir 11. Həmin sürətlə daha 3 saatda yol getdi. Yəni 11 km sürətlə 3 saatda yol getdi. Yolu tapmaq üçün 11-i 3-ə vururuq. Deməli 33 kilometrdə yol getdi. Cəmi nə qədər yol getdi? Birinci 22 getmişdi. Sonra da 33 getdisə, bunları toplayıb tapırıq ki, cəmi 55 kilometr yol getdi. A variantı. Aralarındakı məsafə 800 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtobus yola düşdü. Avtobuslardan birinin sürəti 85 km/saat, digərinin sürəti isə 90 km/saatdır. 3 saatdan sonra avtobuslar arasında qalan məsafə neçə kilometr olar? Deməli, bunların sürətlərini toplayıb 3-ə vurarıq. Çünki hər biri 3 saat gedib. Hər birini 1-1 3-ə vurub toplaya da bilərik getdikləri yolu. Amma hər ikisi 3 saat gedibsə, daha asan olması üçün sürətlərini toplayıb sonra 3-ə vurarıq. Deməli, toplayanda eləyəcək 175. Bunu da 3-ə vuracaq. 15, 21, 22, 3, 525 kilometr deməli birlikdə yol gediblər. Amma yolun uzunluğu 800-dür. Qalan məsafəni soruşur. 800-dən də 525-in çıxırıq. 10-dan 5-in çıxırıq 5. 9-dan 2, 7. 7-dən 5, 2. 275 B variantı. 6-ya baxırıq. Aralarındakı məsafə 72 km olan iki qəsəbədən eyni zamanda qarşı-qarşıya 2 velosipedçi yola düşdü. Onlar 3 saatdan sonra görüşdülər. Birinci velosipedçinin sürəti 13 km/saat olarsa, ikinci velosipedçinin sürəti nə qədərdir? Bizə birinin sürətini verib, ona görə biz həmin velosipedçi nə qədər yol gedib onu tapa bilərik. Sürəti 13-dürsə və deyir 3 saatdan sonra görüşüblər. Yəni hər biri 3 saat yol gedib. Birinci velosipedçi nə qədər yol gedib tapmaq üçün 13-3-ə vuruq 39. Yolun uzunluğu 72 idi. 72-dən bunun getdiyi yolu çıxırıq 39-u. Qalan yolda digər velosipedçi gedib başa düşürük ki, 12-dən 9, 3, 6-dan 3, 33. Bunda digər velosipedçi gedib və onun sürətini tapmalıyıq. Bu qədər yol gedib, 3 saata gedib o da. Deməli, sürətini tapmaq üçün bölürük getdiyi yolu, zamana bölürük. Deməli, onun sürəti 11-dir. D variantı. 7-yə baxırıq, sürəti 95 km olan 95 km/saat olan avtomobil 760 km yolun 4/3 hissəsi neçə saata gedər? Əvvəlcə 760-ın 4/3-ünü tapaq görək. Söhbət nə qədər yoldan gedir? 760-ı bölək 4-ə, vuraq 3-ə. Böləndə 4-ə 1, 9, 190, 3-ə vuranda deməli 0, 7, 3, 570 km yolu nə qədər vaxta gedər tapmaq üçün sürətdə 95-dirsə, zamanı tapmaq üçün bölürük. Yolun uzunluğunu bölürük sürətinə. Neçəyə vursaq görək 570 eləyər 95-i. 7 çox olar. 6-ya vursaq. Bəli 6. 6-ın 5-ə 33 yadda. 6-ın 9 54. 3 yadda 57. Deməli saat 6 saata gedər. 8-ə baxırıq. Sürəti 45 km/saat olan motosikletçinin 6 saata getdiyi yol avtobus 3 saata gedir. Avtobusun sürəti nə qədərdir? Əvvəlcə yolu tapaq görək motosikletçi nə qədər yol gedir? Sürəti 45-dirsə 6 saata nə qədər yol gedir? Tapmaq üçün 45-i 6-ya vururuq. 33 yadda 24, 27, 270 km yol gedir və bu yolu avtobus 3 saata gedir.
Avtobusun sürətini tapmaq üçün böləcəyik. Yolun uzunluğunu zamanına bölürük, 3-ə bölürük. Bu da eləyir 90. Deməli, avtobusun sürəti 90 km/saatdır. 9-a baxırıq. Motosikletçi 2 saat 48 km/saat sürətlə və bir neçə saat 50 km/saat sürətlə getdi. Motosikletçi 296 km yol getmişsə, o cəmi neçə saat yolda olmuşdur? Əvvəlcə 2 saata nə qədər yol gedib onu taparıq. Deyir 2 saatda 48 km/saat sürətlə yol gedib. Yolu tapmaq üçün dedik ki, vururuq. Bu eləyir 96 km yol gedib. Və deyir bir neçə saat da 50 km/saat sürətlə gedibdir. Baxaq görək o sürətlə nə qədər yol gedib. Yolun uzunluğu ümumi bu qədər yol gedib. 296. 296-dan 96-nı çıxırıq. 2 saatda getdiyi vaxtı çıxırıq. Qalır 200. Deməli, bu 200 km 50 km/saat sürətlə gedibsə, 200-ü 50-yə bölürük. Həmin yola nə qədər vaxt sərf edib, zamanını tapırıq. Bu eləyir 4. Deməli, 4 saatda bu 50 km/saat sürətlə gedib. Bizdən deyir, cəmi neçə saat yolda olmuşdu? 2 saat burada olmuşdu, 4 saatda sonra olubdu. 2-nin də üstünə 4 gəlirik, tapırıq ki, cəmi 6 saat yolda olubdu. Ona baxırıq, iki kənd arasındakı məsafə 27 kilometrdir. Bu kəndlərdən eyni zamanda qarşı-qarşıya 2 piyada yola düşdü. Onlardan birinin sürəti 5 km/saat, digərinin sürəti isə bundan 1 km/saat azdır. Piyadalar neçə saatdan sonra qarşılaşarlar? Deməli, birinin sürəti 5-dir. Birinin də 1 kilometr azdır, yəni 4-dür. 5-in üstünə 4 gəlirik. Bunların birlikdə sürətini tapırıq. Yolun da uzunluğu 27-dirsə, 27-ni də bölürük bunların sürətləri cəminə. 9 eləyir, 27-ni də 9-a böləndə 3 eləyir. Yəni 3 saatdan sonra deməli bunlar birlikdə 27 km yol gedəcəklər və qarşılaşacaqlar. Keçirik səhifə 76-ya, test 20-yə. Bir də deyir, sürəti saatda 56 km/saat olan motosikletçi 3 saatda neçə kilometr yol gedər? Dedik ki, yolu tapmaq üçün sürəti zamana vururuq. 18 1 yadda, 15 1 yadda, 16 168 km yol gedər C variantı. Qatar 72 km/saat sürətlə 432 km yolu neçə saata gedir? Sadə zamanı, yəni tapmaq üçün bölürük. Getdiyi yolu bölürük sürətlə 432-ni bölürük 72-yə. Deməli, neçəyə vursaq 72-ni 432 eləyər, 6-ya vursaq. Cavab deməli 6 saata. 3-ə baxırıq, avtobus 80 km/saat sürətlə 5 saata getdiyi yolu sürətini 50 km/saat artırsa neçə saata gedər? Əvvəlcə tapaq 80 km/saat sürətlə 5 saata nə qədər yol gedir? 80-i vururuq 5-ə. Getdiyi yolu tapırıq 400. 400 km-i deyir, sürətini 20 km artırsa, yəni 80 idi, 80 üzərinə 20 gəlirik, sürəti olur 100. 100 km/saat sürətlə deyir, neçə saata gedər? Yolun uzunluğu 400-dür. Sürət də 100-dürsə, 400-ü 100-ə bölüb tapırıq ki, 4 saata gedər D variantı. Motosikletçi 4 saatda 192 km yol getdi. Sürəti motosikletçinin sürətindən 4 dəfə az olan velosipedçi 3 saatda nə qədər yol gedər? Biz əvvəlcə motosikletçinin sürətini tapacaq. Sürəti tapmaq üçün getdiyi yolu bölürük zamanına. 4 saata gedib bu qədər yolu. Bölürük, tapırıq ki, 1 saata nə qədər yol gedir. Yəni, sürəti nə qədərdir? Bu eləyir 48. İndi deyir ki, velosipedçinin sürəti bundan 4 dəfə azdır. 4 dəfə az. Yəni 48-dən 4 dəfə az. 48-i 4-ə bölürük. Bu eləyir 12. Deməli, velosipedçinin sürəti 12-dir və bizdən 3 saata getdiyi yolu soruşursa, yolu tapmaq üçün sürəti vururuq. Zamana 12-ni vururuq 3-ə. Bu da eləyir 36 D variantı. 5-ə baxırıq. Velosipedçinin sürəti 12 km/saat, motosikletçinin sürəti isə 45 km/saatdır. İndi onlar arasındakı məsafə 212 km-dir. 3 saatdan sonra onlar arasında qalan məsafə neçə kilometr olacaq? Deməli, yenə burada sürətlərini toplayıb 3-ə vurarıq. Biri 12-dir, biri 45-dir. Hər biri 3 saat yol gedəcək. Vururuq 3-ə. 12-dən 45-i toplayanda 57 eləyir. 57-ni 3-ə vuranda 21, 15, 17, 171 kilometr yol gedəcəklər. Məsafə isə 212 idi. 212-dən 171-i çıxıb tapırıq ki, nə qədər qalacaq? 2-dən 1, 1, 11-dən 7, 4, 41 kilometr B variantı. 6-ya baxırıq. Aralarındakı məsafə
403 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya kater və motorlu qayıq yola düşdü. 8 saatdan sonra onlar arasındakı qalan məsafə 75 kilometr oldu. Katerin sürəti 20 km/saat olarsa, motorlu qayığın sürəti nə qədərdir? Deməli, bizə katerin sürətini veribdim. Ümumiyyətlə, gəlin birinci təsvir şəklində göstərək. Burada nə başlayır? Bu katerdir, bu da gəmidir. Aralarında 403 kilometr məsafə var və qarşı-qarşıya, yəni biri bu tərəfdən gəlir, biri də bu tərəfdən gəlir. Və 8 saatdan sonra görüşürlər. Tam görüşmürlər, 75 kilometrdə qalır. Yəni hər biri 8 kilometr yol gedir. Katerin sürətini verib bizə 22-dir. Deməli, katerin 8 saatda getdiyi yolu tapa bilərik. 22-ni vurarıq 8-ə. Bu eləyir 176. 176 kilometr kater gedib. 176 gedibdir. Arada da 75 kilometr qalıbdır. Onu da gəlirik üzərinə. 176-nın üzərinə arada qalan yolu gəlirik. 11 bir yadda, 14 bir yadda, 15, 2, 251. Deməli, digər qalan yolu qayıq gedib, daha doğrusu. Burada da gəmi yazmışam, qayıq. 403-dən də çıxacaq 251-i, qayığın getdiyi yolu tapacaq. 3-dən 1, 2, ondan 5, 5, 3-dən 2, 1. 152 kilometri də deməli qayıq gedib və dedik ki, 8 saat gedib hər biri. 152-ni də 8-ə bölərik. Taparıq ki, qayıq nə qədər, qayığın sürəti nə qədərdir. 152-ni 8-ə böləndə eləyir 1, o da 72-ni də böləndə 9, 19 km/saat A variantı. Baxırıq 7-yə. Avtobus qəsəbədən şəhərədək 60 km/saat sürətlə 6 saata getdi və həmin yolu 7 saata qayıtdı. Avtobus geri hansı sürətlə qayıtdı? Yolun uzunluğunu taparıq. Sürəti 63-dür və 6 saata gedibsə 63-ü 6-ya vururuq. Eləyir 378. Bu yolu 7 saata qayıdıbsa, bu dəfə sürəti tapmaq üçün böləcək. Yolu bölürük zamana. 378-i bölürük 7-yə. 37-cində 5 dəfə, 28-cində 4 dəfə. Deməli, 54 km/saat sürətlə qayıdıb. 8-ə baxırıq. Sürəti saatda 12 km olan velosipedçi, sürəti saatda 15 km olan velosipedçidən 5 km qabaqdadır. 2 saatdan sonra onlar arasındakı məsafə neçə kilometr olacaq? Deməli, bunların sürətlərinin fərqini taparıq. Biri 12-dir, biri 15-dir. 15-dən 12-ni çıxırıq. 3 saat. 3 saatdan sonra, daha doğrusu 3 km/saat və 3-ü 2-yə vuruq. 2 saatdan sonranı soruşur. 6 saat. 5 km, daha doğrusu 6 km olar aralardakı fərq. 5 km-də qabaqdaydı. Ona görə o 5-i çıxarıq. 6-dan 5-i çıxarıq. Aradakı məsafəni taparıq ki, 1 km qalacaq aradakı məsafə. Turist 32 km yol getdi. O əvvəlki yolu 6 km/saat sürətlə 2 saata, qalan yolu isə 5 saata getdi. Turist qalan yolu hansı sürətlə getdi? Baxaq 6 saata nə qədər yol gedib. Daha doğrusu 2 saata 6 km/saat sürətlə 6-nı 2-yə vuruq. 12 km gedibdi. Yolun uzunluğu 32 idi. 32-dən 12-ni çıxıb qalan yolu tapırıq ki 20-dir və qalan yolu 5 saata gedibsə 20-ni də 5-ə bölüb qalan yolu hansı sürətlə gedib onu tapırıq ki 4 km/saat sürətlə gedib. Ona baxırıq, eyni məntəqədən əks istiqamətlə hərəkət edən iki avtomobillərdən birinin sürəti 110, digərinin sürəti 120-dir. 3 saatdan sonra bu avtomobillər arasındakı məsafə neçə kilometr olacaq? Əks istiqamətdədir. Biri bu cür gedir, biri də bu cür gedir. Ona görə sürətlərini toplayıb 3-ə vuracaq. Yəni, hər birini 3-ə vurub sonra da toplaya bilərik. Yəni, getdikləri yolu taparıq hər birinin 3 saatda. Sonra onları toplayarıq. Amma hər birini 3-ə vuracaqsa, ilə toplayıb sonra 3-ə vurarıq. 110, üstə gəlir 120, vur 3. 110 üstünə 120 gələndə 230 eləyir. 230-u da 3-ə vuranda 690 eləyir. Bəli, bu da son məsələmiz idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.